Gəlir xəstə tutalım ki, nə bilim başqa bir diaqnozla, onun diaqnozu bu diaqnozda 5 manatdır bonus. O biri diaqnozda 10 manat. Götürüb dəyişirlər onun diaqnozu 10 manatlıq şeylə, diaqnozla. Sığorta şöbəsinin müdiri olur hər müəssisədə. Sığorta şöbəsinin işçisi olur. O məşğul olur o qara işlərlə. Belə diaqnozlar isə vətəndaşların səhifəsində əslində yararlanmadıqları xidmətlər şəklində əksini tapır. Məsələn, sosial şəbəkələrdə insanlar yazırlar ki, heç bir vaxt müvafiq müayinələrdə olmasalar da sistemdə adlarına diaqnozlar aşkarlayırlar. Eyni hal məndə də mövcuddur. Azyaşlı uşaqlarımdan tutmuş özümə kimi hamımız tətbiqə görə xəstəyik. Ən pisi də odur ki, bu texniki səhv falan deyil. Tətbiqin müvafiq bölməsində bizi müalicə edən həkimlər və sığortadan silinən pullar konkret ad, məbləğ olaraq qeyd edilib. Elə şikayətlərdən yola çıxsaq, esensial birincili hipertenziya diaqnozunun xidmətlər zərfində xidmət haqqı 178 manat göstərilib və ya şikayətlərdə adı çəkilən Yakob xəstəliyi üçün 600 manat vətəndaşın icbari tibbi sığorta paketindən silinir. Bəs sistemdə vətəndaşların sığorta paketindən silinən və həkimlərə bonus kimi çatmayan bu məbləğlər hara gedir? Bütün şübhəli xidmət haqlarının icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu yana sərf edilən 5 milyarddan artıq məbləğin neçə faiz olduğu da elə şübhəli qalır. Azərbaycanda icbari tibbi sığorta ölkə üzrə 2020-ci ildən mərhələli olaraq tətbiq edilməyə başlanılıb. Xidmətlər zərfində ilkin səhiyyə xidmətləri daxil olmaqla bir sıra cərrahi xidmətlər də təklif edilir. Hər bir xidmətə uyğun tariflər sistemdə qeyd olunur və müayinəni aparan həkimə qanunla müəyyən edilmiş faizlər həcmində bonuslar verilir. İddialar isə bu yöndədir ki, tibb müəssisələrində bu bonusların hesablanmasına baxan icbari tibbi sığorta mütəxəssisləri həkimlərə bonusların verilməsini ya gecikdirir, ya da kəsir. Və ya həkimlər daha artıq bonus almaq üçün xəstələrə olmayan diaqnozlar yazırlar.